Bu videoda hamiləliyin 24-cü həftəsi haqqında danışacağam və videonun sonunda hamiləlikdə maqnezium istifadəsi haqqında danışacağam. Hansı formaları hansı pasientlərə tövsiyədir? Hamiləliyin 24-cü həftəsində dölümüz artıq 600-630 qram ağırlığındadır və 30 santim uzunluğu var. Ağciyər inkişafı aktiv davam edir və dölümüz artıq nəfəs alma qabiliyyətindədir. Təbii ki, böyük yetişmiş döl qədər olmasa da belə bir qabiliyyəti var. Ona görə bu həftədə doğulan uşaqların yaşama şansı var. Təbii ki, bunlar çox dərin vaxtından tez doğulmuş uşaqlar sayılır, amma həyat şansları mövcuddur. Dölümüz çox aktiv hərəkət edir. Ultrasəs müayinəsində görürük ki, dönür. Başı ilə, ayağı ilə yeri boldur, suyu boldur ətrafında bu həftələrdə. O da onun sərbəst hərəkət etməsinə imkan yaradır. Ananın qarnı böyüyür, uşaqlıq artıq göbəyin üstünə çıxıb, dərimiz dartılır və mütləq biz onu nəmləndirməliyik. Çanaq və bel ağrıları bu həftələrdə müşahidə oluna bilər. Pasientimizə multivitaminlərini istifadə etmək, omeqamızı istifadə etmək, çünki bu həftələrdə beyin inkişafı çox aktiv davam edir və mikro və makro elementlərə diqqət etmək və bu elementlərdən birisi də maqneziumdur. Maqnezium son zamanlar üzərinə çox danışılan bir elementdir və onun fərqli həm döl üçün, həm ana üçün faydaları var. Döl üçün təbii ki, sümük və diş formalaşmasında rol oynayır. Ana üçün isə çoxlu faydaları var. Yuxusuzluq, gərginlik, sinir gərginliyiniz, ya psixoloji gərginlik, uşaqlıqda gərilmələr, sıxılmalar, qəbizlik, yüksək təzyiq kimi durumlarda öz faydalarını göstərir. Gündəlik dozası təxmini 350 mq-dır. Elementar maqni 350 mq dəyərində olmalıdır. Bəs hansı formaları var? İlkin başlayaq maqnezium qlisinatdan. Mənim ən sevdiyim maqnezium formasıdır. Çünki sinir sistemına çox yaxşı sakinləşdirici effekt verir. Yuxu pozğunluğu varsa, yuxudan 1 saat öncə qəbul olunursa, yuxumuzu tənzimləyir. Eyni zamanda da uşaqlıqda gərginlik varsa, ona da müsbət təsir göstərir. Digər 3 forma bağırsaq üçün daha faydalıdır. Təbii ki, bu xüsusiyyətlər bütün formalarda var, amma hansısa xüsusiyyəti önə çıxır. Digər həzm sisteminə faydalı olan formaları isə maqnezium sitrat, oksid və laktatdır. Bunlar qəbizlik varsa daha çox tövsiyə olunur. Maqnezium orotat isə ürək damar sisteminə faydalıdır. Yəni təzyiqimiz varsa və yaxud da ürək problemimiz varsa, biz maqnezium orotata üstünlük veririk. Və ən sıx istifadə olunan və satışda olan forması maqni B6. Bu da həm sinir sistemi üçün faydalıdır, həm bağırsaq fəaliyyətini normallaşdırır, həm də təzyiqimizi bir qədər tənzimləməyə çalışır. Təbii ki, təzyiq dərmanlarının yerini verməsə də, amma həfif bir fayda görürük biz onu istifadə etdiyimizdə.